Əgər özünün ən yaxşı versiyasına çatmaq istəyirsənsə, bu videonu sona qədər izlə. Bu günə qədər etdiyim və davamlı olduğum bəzi şeylər var ki, bu seriyada sizə danışmaq istəyirəm. O zaman gəlin özünün ən yaxşı versiyasına çatmaq adında seriyamızın birinci bölümünə başlayaq. Deyəcəyim ilk tövsiyə əlbəttə ki, özünü tanımağındır. İlk olaraq bir vərəq götürürsən və vərəqi ortadan 4 yerə ayırırsan, SWOT analiz eləyirsən. Bunu çalış ki, tam dürüst şəkildə yazasan. Bu zaman artıq özünün güclü və zəif tərəflərini görəcəksən. Tövsiyə edirəm ki, güclü tərəflərini daha da inkişaf etdir, zəif tərəflərin üzərində isə çalışmağa başla. İkinci olaraq şükür üçün özünə bir dəftər tut. Hər gün səhər və yaxud da ki, axşam nə zaman vaxt eləyə bilsən, gündəlik minimum 5 ədəd sahib olduğun şeylərə görə şükür et. Çünki şükür etdikcə sahib olduqlarımız daha da artır. Həmçinin şükür frekansında olduğumuz üçün daha pozitiv enerjidə oluruq. Üçüncü olaraq isə bol su içməyi unutma. Bilirəm, bəzilərimiz bunu unudur. Buna görə də həmişə suyu yanında saxla. Gördükcə içmək istəyəcəksən və çox su içmək həm bədənə, həm də zehin üçün yaxşıdır. Sağlam bədən, sağlam zehin bizim özümüzün ən yaxşı versiyamıza çatmaq üçün ən yaxşı vasitədir. Ümid eləyirəm ki, bu seriyanı bəyəndin. Əgər davamlı olmağını istəyirsənsə, yəni növbəti partların gəlməsini istəyirsənsə, rəydə yaza bilərsən.